Hər kəsi salamlayıram. Başlayırıq bugün qayışlı ötürmə, mərkəzindən keçən ox ətrafında fırlanan diskin hərəkəti. Sual 1-də. Şəkildə o mərkəzindən keçən ox ətrafında fırlanan bir disk var və 3 dənə nöqtə yerləşdirilib. Bizdən omeqaları soruşursa, biz bilirdik ki, diskdə sürət, təcil və yoldan başqa qalan bütün cəmiyyətlər bir-birinə bərabərdir. Onda bütün nöqtələrdəki omeqalar bir-birlərinə bərabər olacaqlar. İkinci sualda yenə də bir disk var və bu səfər bizdən periodu soruşur. Əgər period da bu qrupa daxil deyilsə, deməli period da bütün nöqtələrdə bərabər qiymət almış olacaq. Üçüncü sualda da həmçinin yenə də periodu soruşur, yenə də bir-birlərinə bərabər olmuş olacaqlar. Gəlirik dördüncü suala. Dördüncü sualda baxırıq bizdən nəyi soruşur? Təcili soruşur və təcil də diskdə radiusla düz asılı olur. Onda mərkəzdən ən uzaq yerdə, ən uzaq çevrədəki təcil daha böyük qiymət alacaq. Baxıram ki, 2 və 3 eyni çevrənin üzərində olduğu üçün 2 və 3-ü bir-birlərinə bərabər edirəm və bunlar ikisi də böyükdülər birdən, çünki birinin radiusu kiçikdir. Axı dedik ki, təcil, sürət, yol radiusla düz asılıdır. Harda radius daha böyükdürsə, bu üç cəmiyyət orada daha böyük qiymət almış olur. 2 və 3 böyükdür birdən. Baxaq. Bu da var A variantında. 5-ə baxaq. 5-də isə bizdən yenə təcilləri soruşur. Bu səfər ən kənarda qalan sadəcə 3-dür. 3 böyükdür. 1 ilə 2 də eyni çevrə üzərində olduğu üçün 1 ilə 2 də bir-birlərinə bərabərdir. Yəni 3 1 və 2-dən böyükdür B variantı. Gəlirik 6-cı suala. 6-cı sualda nə deyir? OA, OB-ni. Deməli, bu nə deməkdir? Yəni, buradan bura qədər radius 2-yə bərabərdirsə, buradan bura qədər radius 1 radiusa bərabərdir. 2 dəfə radiuslar nisbəti 2-dir. Sonra, indi sürətləri soruşur. Baxın, əgər radiusların nisbəti 2-dirsə, deməli, sürətlərin də nisbəti 2 olacaq. Yəni, uzaqdakı nöqtədə sürət 2 dəfə böyük olacaq yaxındakı nöqtədən. Onda, deməli, 2-ni də 1-ə böldük, cavab elə elədi 2. Gəlirik 7-ci suala. Təcil də həmçinin radiusla düz asılı olduğu üçün əgər radiuslar nisbəti 2-yə bərabərdirsə, yəni A nöqtəsinin radiusunu 2R, B nöqtəsinin radiusunu 1R qəbul etsək, təcil də A nöqtəsində 2A, B nöqtəsində sadəcə A olmuş olacaq. Bu da bizə 2-ni vermiş olur. 8-ci sualda yenə də radiuslar nisbətini 2 verib, yəni A nöqtəsində radius 2R, B nöqtəsində sadəcə R-ə bərabərdir. İndi isə bizdən periodları soruşur. Ancaq biz bilirdik ki, period, yəni ümumiyyətlə təcildir, sürətdir, yolda. Hər dəfə təkrarlamaqda məqsədim odur ki, əzbərləmiş olarsınız. Bu üç cəmiyyətdən başqa bütün cəmiyyətlər bərabər qiymətləri alırlar. Onda əgər hər ikisi bir-birinə bərabərdirsə, deməli nisbəti 1-ə bərabər olmuş olacaq. Gəlirik 9-cu suala. Tezliyi soruşur. Tezliklər də bütün nöqtələrdə bərabərdir, nisbətləri 1 olacaq. Radiusların fərqi bizə maraqlı deyil. Və növbəti sualda artıq qarşılı ötürmədir. Qarşılı ötürmədə nəyi soruşur bizdən? Tezliyi soruşur. Biz bilirik ki, qarşılı ötürmədə tezlik radiusla tərs asılıdır. Onda əgər A nöqtəsinin tezliyi 4-dürsə, B nöqtəsində radius 2 dəfə artır. Əgər radius 2 dəfə artırsa, tərs asılı olduğu üçün deməli tezlik 2 dəfə azalıb olacaq 4 bölünsün 2-dən 2. 11-ci sualda. 11-ci sualda yenə tezliyi soruşur bizdən və bu səfər B nöqtəsindəki tezliyi 4 veribsə, A nöqtəsinə keçid eləyəndə görürəm ki, radius 2 dəfə azaldı. Əgər radius 2 dəfə azaldısa, tezlik tərs asılı olduğu üçün deməli 2 dəfə artacaq. 4 vurulsun 2-dən 8-ə bərabər olmuş olacaq. 12-yə baxaq. 12-də bizə disk verilib və verilən nöqtələrdə hansı cəmiyyətlər, baxaq. Disk suallarında yenə xatırlayaq, yadımıza salaq. Sürətdən, təcildən, yoldan başqa, ondan qalan bütün cəmiyyətlər hər nöqtədə bərabər qiymət alır. Yəni, tezlik bütün nöqtələrdə bərabər qiymət alır. Onda deməli 2 doğrudur. Sürət isə, gəlin elə təcildən başlayaq. Təcil ən kənarda böyükdür. Yəni, A nöqtəsi ən uzaqda olduğu üçün A-da doğrudan da B-dən böyükdür. Biri də doğru götürə bilərik. Ancaq sürətləri bərabər götürə bilmərik. 1 və 2-nin olduğu B variantı. Gəlirik 13-cü suala. 13-cü sualda.
Bu səfər bizdən dövrlərin sayını soruşur. Baxın, bu tip sualları necə işləyirik? Əvvəlcə tən ortadan bir xətt çəkirik və yadınızda saxlayın ki, hər zaman diski işləyib sonra qarşı keçid eləyin. Diski işləyəndə biz bilirdik ki, sürət, təcil yoldan başqa qalan bütün cəmiyyətlər bir-birlərinə bərabərdir. Yəni, əgər bir nöqtəsindəki, məsələn, dövrlərin sayını n götürsək, deməli elə 2 nöqtəsində də n-ə bərabərdir. Yəni, bunlar bir-birlərinə bərabərdir. İndi bu xətti qaldırdıq. İndi keçid edirik digər tərəfə. Artıq əlimizdə var bir qayış və 2 nöqtəsi ilə 3-ü müqayisə edirik. Qayışlı ötürmədə isə dövrlərin sayı radiusla tərs asılıdır. Əgər 2 nöqtəsinin radiusu daha böyükdür və 3 nöqtəsinin radiusu kiçikdirsə, yəni radius böyükdən kiçiyə keçid elədisə, radius neylədir? Azaldı. Əgər radius azaldısa, deməli dövrlərin sayı neynəyəcək? Artacaq. Rastgələ deyirəm, məsələn 2n. Onda baxıram ki, 3-cü hamısından böyükdür. 2 ilə 1 isə bir-birlərinə bərabərdir. Bu da harda var? B variantında. Gəlirik 14-cü suala. 14-cü sualı yenə də eyni qayda ilə tən ortadan xəttimizi çəkirik. Əvvəlcə disk məsələsini həll edək. Baxırıq ki, disk məsələsində bir nöqtəsinin dövr etmə tezliyi n olarsa, bax bu 1-in dövr etmə tezliyini biz n yazsaq. Axı biz bilirdik ki, disk suallarında dövr etmə tezlikləri hər nöqtədə bir-birinə bərabərdir. Yəni, əgər bir nöqtəsində n-dirsə, demək ki, elə 2 nöqtəsində də n-ə bərabərdir. İndi xəttimizi götürürük və disk kimi baxırıq. İndi tezlik radiusla tərs asılıdır. Əgər, baxın, radiuslar deməli 2 dəfə fərqlənir. Əgər 2r-də, baxın, 2 nöqtəsinin radiusu 2r-dir. Əgər 2r-də tezlik n-ə bərabərdirsə, bu tərəfə keçid edəndə radius 2 dəfə azalır. Radius 2 dəfə azaldığı üçün dövrlərin sayı 2 dəfə artıb olacaq 2n. Çünki radiusla tərs asılıdır. 15-ci sualda yenə ortadan xəttimizi çəkirik. Disk sualını həll edib sonra qarşı keçid edirik. Disk sualında bizə nə deyir? Bir nöqtəsinin periodu t-yə bərabərdir. Bir nöqtəsinin periodu t-yə bərabərdirsə, deməli elə 2 nöqtəsinin də periodu t-yə bərabərdir. Niyə? Çünki period diskdə hər yerdə eyni qiymət alır. İndi keçid edirik. Ortadakı xətti götürdük və qarşılı ötürmə kimi baxırıq məsələyə. İndi 2 nöqtəsinin radiusu nə qədərdir? 2r. 2-dən 3-ə keçəndə radius neynədir? 2 dəfə azaldı. Əgər radius 2 dəfə azaldısa, period radiusla düz asılıdır. Qarşılı ötürmədə yeganə cəmiyyətdir ki, radiusla düz asılıdır. Onda deməli, period da neynəyəcək? 2 dəfə azalıb olacaq t bölünsün 2. Y variantı. Gəlirik növbəti sualda. Yenə ortadan xəttimizi çəkirik. Sürət üçün əvvəlcə diskə baxırıq. Biz bilirdik ki, disk suallarında sürət radiusla düz asılıdır. Yəni, daha uzaqda yerləşən nöqtədəki sürət daha böyük olur. Onda deyə bilərəm ki, 2 böyükdür birdən. İndi ortadan xəttimizi götürdük və keçirik artıq qayışlı ötürməyə və görürük ki, qayışlı ötürmədə bu ip hansı çevrələr üzrədir? Bax, bu 2 nöqtəsindəki, bax, bu çevrə ilə bu çevrə arasındadır. Biz bilirdik axı, qayışlı çevirmədə sürət bir-birlərinə bərabərdir. Onda yazıram ki, 3 ilə 2 bir-birinə bərabərdir. Baxın, qətiyyən götürüb 1 ilə 3-ü götürməyin. Bax, bu ən kənarda ipin dolandığı çevrəni götürə bilərsiniz ancaq. 3 2-yə bərabərdir və birdən böyükdür. Bu da var C variantında. Və gəlirik 17-ci suala. Bu sualları necə işləyək? Gəlin bir şey deyim sizə. Bu sualları yerə nəzərən yer dəyişməyə görə baxırıq. Məsələn, buradan bura qədər yer dəyişmə r-dirsə, B nöqtəsinə qədər olan yer dəyişmə olacaqsa 2r, deməli sürət də o cür paylanacaq. Buradakı sürət v-dirsə, buradakı olacaq 2v, hətta yerdən olan sürət 0-a bərabər olacaq. İndi gəlin görək bizə nə deyir. Sürüşmə deyilənən mərkəzdən yerə ətrafına v olarsa, AB nöqtələrinin yerə nəzərən sürətlərinə baxaq. Bəli, A və B nöqtələrində. Gördünüzmü? Bax, A nöqtəsində, gözün görüm A nöqtəsi hardadır? Bir dəqiqə buna baxaq. Aha, A nöqtəsi yerdədir. Ona görə A nöqtəsində sürət 0 olacaq. Çünki yerdən bir hündürlük yoxdur əlimizdə. A nöqtəsinin sürətini 0 götürdük. A bərabərdir 0-a. Hər zaman, bax, bu nöqtədə A olmasın, nə yazır? Yazsın, 0-a bərabərdir. Buradakı sürəti rastgələ V götürsək, B nöqtəsində 2 dəfə yer dəyişmə dəyişdiyi üçün olacaq 2V. Yəni, B A-dan 2 dəfə böyükdür. Baxaq, B A-dan 2 dəfə böyükdür, 2V ola bilər.
Elə 0 nöqtəsini özləri bizə veriblər. B-dir. Bunu elə doğruca veriblər. Deməli, B-də də 2B olacaq. Elə C variantı doğru olmuş olar. 18-ə baxaq. Bu səfər bizə B nöqtəsinin sürətini V verib. Əgər B-nin sürəti V-dirsə, deməli O nöqtəsinin sürəti 2 dəfə azalıb, olacaq V bölünsün 2. A nöqtəsində isə hər zaman üçün yenə də 0-a bərabərdir. Onda variantımız hansı olar? Baxaq, əgər A nöqtəsində 0-a bərabərdir, bir dəqiqə. VO 2V'dir. VO V bölünsün 2 olacaq. Bu da 0. Aha, Y variantı. Variantlar biraz qarışıq görsənir. Aha, 19-a baxaq. 19-da yenə də tən ortadan xəttimizi çəkirik. Əvvəlcə disk sualımızı həll edirik. Biz bilirdik ki, diskdə tezlik bütün nöqtələrdə bir-birlərinə bərabərdir. Hansı cəmiyyətlərdən başqa? Təcil idi, sürət idi, yol idi. Bundan başqa bütün cəmiyyətlər diskdə bərabər qiymət alır. Onda deyə bilərəm ki, 2 nöqtəsinin tezliyi 1 nöqtəsinin tezliyinə bərabərdir və xətti götürdük. İndi artıq keçirik qarşılı ötürməyə. Və görürəm ki, 2 ilə 3 qarşılı ötürmədə tezlik radiusla tərs asılı idi. 2-dən 3-ə keçəndə radius azaldığı üçün tezlik artacaq. Yəni 3-ün tezliyi bunlardan böyük olmuş olacaq. 3 böyükdür 2 və 1-dən. Bu da var C variantında. Gəlirik növbəti 20-ci suala. Yenə də ortadan xəttimizi çəkirik və biz bilirdik ki, period diskdə bütün nöqtələrdə bərabər qiymət alırdı. Onda yazıram ki, 2 bərabərdir 1-ə. Və aradakı xətti götürürük. Aradakı xətti götürdükmü, indi gəlirəm 3 ilə 2-nin arasında. Qarşılı ötürmədə isə period yeganə cəmiyyəti idi ki, radiusla düz asılıdır. Yəni 2-dən 3-ə gələndə radius azaldığı üçün period da azalacaq. Onda 3-cünün periodu bunlardan kiçik qiymət almış olacaq. 2 və 1 3-dən böyükdür. Bu variantını götürə bilərsiniz. Gəlirik 21-ci suala. 21-ci sualda yenə də ortadan xətti çəkirik. Əvvəla baxırıq diskə. Biz bilirdik ki, diskdə sürətdən, təcildən, yoldan başqa qalan bütün cəmiyyətlər bir-birlərinə bərabərdir. Onda rahat şəkildə deyə bilərəm ki, 2-dəki omega 1-ə bərabərdir. Sonra keçirim artıq qarşılı ötürməyə və 3 ilə 2 nöqtəsində. Qarşılı ötürmədə perioddan qalan sürətlə yol bir-birinə bərabərdir. Ondan işim yoxdur. Perioddan qalan bütün cəmiyyətlər radiusla tərs asılıdır. Yəni 2-dən 3-ə keçid eləyəndə radius azaldığı üçün omega artacaq. 3-ün omegası bunlardan böyükdür. 3 böyükdür 1 və 2-dən. Baxaq. Bu da C variantı. Gəlirik sonuncu 22-ci suala. Yenə yerdən olan məsələdir. O nöqtəsində əgər sürət V-yə bərabərdirsə, A nöqtəsində baxın, məsafə O-dan məsafə R-dirsə, A-dan məsafə 2R-dir. Məsafə 2 dəfə artdığı üçün sürət də 2 dəfə artıb olacaq 2V. Və 23-cü suala baxırıq. 23-cü sualda baxıram nəyə? Təcillərə. Əvvəlcə ortadan xəttimizi çəkdik. Disk üçün baxırıq. Biz bilirdik ki, disk üçün demək radiusla təcil düz asılıdır. Ən uzaqdakının təcili daha böyük olacaq. Onda yazıram 2 böyükdür 1-dən. Və gəlirəm qarşılı ötürməyə. Və 2 ilə 3-ün arasına baxıram. Baxın, artıq biri hesaba qatmayın. Çünki bizə lazım olan bax bu ipin dolandığı çevrələrdir. İndi biz bilirdik axı təcil radiusla qarşılı ötürmədə tərs asılıdır. Əgər 2-dən 3-ə keçəndə radius azalırsa, deməli təcil böyüyəcək. Onda 3 böyük olmuş olacaq 2-dən. 3, 2, 1. Bu da harda var? Y variantında. Və gəlirəm 24-cü suala. 24-cü sualda R4M olan disklər qarşılı ötürmə ilə birləşdirərək fırlanır. Aha. İndi birinci diskin üzərində A nöqtəsinin müəyyən müddətində yer dəyişməsi 4 metr olarsa, həmin müddətdə ikinci disk üzərindəki B nöqtəsinin yer dəyişməsinin modulunu hesablayın. Baxın indi, kiçik D olduğu kimi qalır. Düzdürmü? İndi kiçik D olduğu kimi qalırsa, yer dəyişmə deyirsə bizdən. Baxın, dövrlərin gəlin sayına baxaq. A nöqtəsinin müəyyən müddətdə yer dəyişməsi 4 metr olarsa, baxın, A nöqtəsinin radiusu 2-dir. Əgər yer dəyişmə 4-dürsə, deməli bu adam tən yarı hərəkət edibdir. 180 dərəcə dönüb gəlib durub bu tərəfə. Yəni kiçik D bərabərdir, böyük D-in yarısı qədər gəlibdir. Görürsünüzmü? İndi onda bilməliyik ki, bəs B nöqtəsi nə qədər dönüş edibdir? Biz bilirdik ki, gəlin indi burada nəyi xatırlayaq? Dövrlərin sayı radiusla tərs asılı idi.
Əgər A nöqtəsində dövrlərin sayı n bölünsün 2-dirsə, B nöqtəsində radius 2 dəfə artdığı üçün dövrlərin sayı 2 dəfə azalıb olacaq n bölünsün 4. Yəni burada 90 dərəcə dönmüş olacaq, belə deyim sizə. Bir tam dövrün 4də biri. 90 dərəcə. Yəni kiçik t bərabər olmuş olacaq. Period bölünsün 4-ə. İndi baxaq. Əgər dönmə dərəcəsi gözləyin bizə dəqiqə. Bu da 90 dərəcədə ilə yer dəyişməni necə tapırdıq? R vururduq kök altında 2-yə. Burada da R bizə 4 veribsə yazacağıq 4 vurulsun kök altında 2. Gəlirik 25-ci suala. Biznes disk sürüşmədən üfüqi səthdə diyirlənir. A, O və B nöqtələrinin yerə nəzərən ani sürətləri üçün hansı ifadələr doğrudur? Axı biz deyirdik ki, A nöqtəsində sürət 0-a bərabərdir. Onda burada 0 deyirik. İndi əgər O nöqtəsində rastgələ deyirəm sürət V-dirsə, B nöqtəsindəki sürət olacaq 2V. Onda gəlin görək bu şərtlərə hansı uyur. O nöqtəsində bax, məsələn, A variantını niyə götürə bilmərəm? Çünki deyir B ilə O bir-birinə bərabərdir. Ola bilməz. C variantını niyə götürmürəm? Çünki deyir ki, O nöqtəsi B-dən böyükdür. B daha böyük olmalıdır. Burada isə 3 dəfə deyir, 3 götürmürük. Sadəcə 2 dəfə götürürük. Bu da bərabərdir. Yerdə qaldı D variantı. A 0-a bərabərdir. B də O-dan 2 dəfə böyükdür. Aha, bəs gəlirik 26-cı sualı necə işləyək? 26-cı sualda sürətləri yenə məsafəyə görə qeyd edirik. Ancaq bax bu ortada mərkəzdən keçən xətt ki var. Bu xəttlə olan məsafəyə görə. Baxın, indi xəttlə olan məsafə ən böyük hansıdır? 3-dür. Deməli, ən böyük sürət də elə 3-dədir. İndi baxaq nə deyir? Xətti sürət, aha, elə ən böyüyü soruşur. Əla. Deməli, elə söhbət 3-dən gedir. A variantı. Gəlirik burada sürətləri müqayisə eləmək üçün ortadan xətti çəkirik. Əvvəlcə baxırıq diskə. Görürük ki, diskdə sürət radiusla düz asılıdır. Yəni ən uzaqda yerləşən nöqtənin sürəti daha böyük olacaq. Onda yazıram 2 böyükdür 3-dən və ortadakı xətti götürürəm. İndi keçirik qarşı götürməyə. Deyə bilərsiniz ki, bax bu 1 ilə nəyi götürüm? 3-ü yoxsa 2-ni? Təbii ki, 2. Bax, çünki qarşı götürmədə bax bu ip sonuncu diskin üzərində olur. İndi 1 ilə 2-ni müqayisə edəndə, axı biz bilirdik ki, qarşılı ötürmədə sürətlər bir-birlərinə bərabər olur. Ona görə deyə bilərik ki, 1-in sürəti bərabərdir 2-nin sürətinə. Deməli, 3 1 və 2-dən kiçik olar. Bu da harada var? Birincidə. Aha, indi gəlirik omegaya. Omeganı necə tapırıq? Bax, bu diskdə omega bir-birinə bərabər olur. Onda yaza bilərəm ki, 2 bərabərdir 3-ə. Və bunu qaldıranda omega necə yerləşirdi? Radiusda tərs asılı idi. Onda 2-dən 1-ə keçid eləyəndə radius azaldığı üçün omega artacaq. Yəni 1-in omegası 2-dən böyük olmuş olacaq. 1 böyükdür 2 və 3-dən 4-ü götürə bilərik. Cavab 1 və 4. 28-ə baxaq. Fırlanan AB nöqtəsinin hansı fiziki cəmiyyətlərin qiymətləri eyni. Bax, bunu biz disk kimi düşünürük. Eynən disk kimi. Sürətdir, təcildir, yoldur. Fərqli olur. Ondan qalan bütün cəmiyyətlər bərabər olur. Bu da bizə bərabərləri soruşursa, tezliyi götürə bilərik, periodu götürə bilərik, bucaq sürətini götürərik və dayanarıq. 1, 2, 3. Gəlirəm 29-a. Burada isə müxtəlif olanları soruşur. Müxtəlif hansı idi? Sürət, təcil, yol. Baxıram, təcil, xətti sürət qutardı, getdi. 4 və 5-in oldu. 30-a baxaq. Yenə də kənardan kəsirik. Əvvəlcə disk kimi baxsaq, görərəm ki, perioddan söhbət. Əvvəlcə gəlin eyniyə perioddan danışaq. Baxırıq ki, diskdə period hər yerdə eynidir. Ona görə yazıram 2 bərabərdir 3-ə. İndi bu aradakı xətti götürürəm və gəlirəm 3 ilə 1-in arasındakı münasibətə. Axı biz bilirdik ki, qarşıda ötürmədə period yeganə cəmiyyət idi ki, radiuslar düz asılıdır. Onda 3-dən 1-ə keçid eləyəndə radius azaldığı üçün elə period da azalacaq. Yəni 1 bunlardan kiçik qiymət alacaq. Period üçün 2-3 bərabər, period üçün ikinci variant rahat götürə bilərik. İndi gəlirəm sürət üçün. Sürət biz bilirdik ki, diskdə radiusla düz asılıdır. Yəni, baxın, bu kənardakı 3 nöqtəsinin sürəti böyükdür 2 nöqtəsinin sürətindən və sildik. İndi gəlirəm qarşıda ötürməyə. Qarşıda ötürmə 3 ilə 1 eyni olduğu üçün və biz bilirdik ki, qarşıda ötürmədə sürətlər bir-birinə bərabər olduğu üçün 3 ilə də 1-i bir-birlərinə bərabər götürəcəm. 1 və 3 böyükdür 2-dən. Bu da harada var? B variantında. 5, 5-ci sualda 2 və 5-in olduğu.
Gəlirik 31-ə. 31-də əvvəla gəlin yollara baxaq. Axı biz bilirdik ki, sürət idi, təcil idi, yol idi. Necə yerləşirdi? Radiuslar düz asılı idi. Onda deyə bilərəm ki, bax bu 3 nöqtəsində buranı bir 3 kimi yazsaq, radius 3R olduğu üçün yola da 3L desək. 2 nöqtəsində radius 2R olduğu üçün yola 2L deyərik. 1-də isə 1R olduğu üçün eləcə L deyərik. İndi görək bax bu şərti hansı ödəyir. Məsələn, 1-ə baxaq. 1-də deyir ki, 3-ün uzunluğu 1-dən 3 dəfə böyükdür. Okey, bu problem deyil. Sonra 3-ün uzunluğu 2-dən 2 dəfə böyükdür. Bu ancaq problemdir. Çünki baxın 2 böl deməli 3 nöqtəsinin yolu 2 nöqtəsinin yolundan 1/5 dəfə böyükdür. 3 böl 2 dəfə. Bu isə sadəcə 2 deyil. Ona görə 1-i götürmürəm. Gəlirəm 3-ə. 3-ü də götürmürəm, deyir bir-birlərinə bərabərdir. Deməli elə yerdə qaldı 2. Gəlin yoxlayaq. Məsələn, deyir 3-ün uzunluğu, yolu 2-nin yolundan 1/5 dəfə böyükdür. Doğrudan da 3-ü böləcəm 2 olacaq 1/5. Nəysə ki, 2-ni buradan götürdük. Gözləyin 2-ni götürüm. Aha. İndi gəlirəm sonuncu təcillə. Biz bilirdik ki, təcildə necə yerləşirdi? Radiusda düz asılı idi. Yəni sonuncunu götürə bilmərik. Elə bir də baxıram ki, bizə dənə 2-ni götürə bilərik hal-hazırda. Bu tərəfdə də var. Bizdə dəqiqə. Təcil də bax bayaqki kimi, eynən yol kimi təcili də götürə bilərik. 3A, 2A, A kimi götürə bilərik. Onda baxaq. Deməli, baxıram ki, təcildə nə var burada? Deməli 5-i götürə bilmərəm. Niyə? Çünki deyir 3 2-dən 2 dəfə böyükdür. Səhv deyir. 1/5 dəfə böyükdür. Bir də 6-nı götürə bilərəm. Gəldik 32-yə. Deməli, qarşılı ötürmədə fırladılan diskin AB nöqtələrində baxın. Gəlin neyniyək? Xətti sürət. Biz bilirik xətti sürət qarşılı ötürmədə bərabərdir. Onda A ilə B-də xətti sürət bir-birinə bərabər olacaq. Onda eynidir, bura yazıram. Mərkəzə qaçma təcili radiusla tərs asılıdır. Yəni, B nöqtəsində kiçik olacaq A nöqtəsindən. Belə deyim də, A nöqtəsinin təcili B nöqtəsinin təcilindən 2 dəfə böyük olmuş olacaq. Onda A nöqtəsinin təcili B-dən 2 dəfə böyükdür. Bunu B-ni bura yazıram. Period. Periodda isə radiuslar düz asılıdır. Period tərsinə B nöqtəsində A nöqtəsindən 2 dəfə böyük olacaq. A nöqtəsi B nöqtəsindən 2 dəfə kiçik olacaq da, belə deyim sizə. Bu da oldu C variantı. A, B və C. Və gəlirəm 33-cü suala. A və B nöqtələrində xətti sürət var, fırlanma periodu var və tezlik var. İndi neyniyək? Hansı kəmiyyət eyni qiymət alır? Təbii ki, tezlik. Tezlik nə idi? Xətti sürət üzrü sayın. Risklə qarışdırdım. Xətti sürət eyni olacaq. Ona görə eynini bura yazıram. Period. Period radiusla düz asılı olduğu üçün B nöqtəsində A nöqtəsindən 4 dəfə böyük olar. A nöqtəsi B nöqtəsindən 4 dəfə kiçikdir. Yeni bura yazıram. Tezlik isə radiusla tərs asılıdır. Tezlikdə isə A nöqtəsi B nöqtəsindən böyükdür. Neçə dəfə? 4 dəfə. D-nı da bura yazırıq. Bu qədər.